Əgər bir şəxs fitrə zəkatını ehtiyacı olanlara birbaşa verə bilmirsə, vəkil təyin edə bilər. Özü şəxsən verə bilməsə, bu məsələni başqasına tapşıraraq onun adından əvəzinə fitrə paylamasını istəyə bilər. Səni vəkil təyin edirəm deməsi kifayətdir. Vəkilin də bu məsələdə vəzifəsi budur ki, fitrə zəkatını düzgün insanlara çatdırmalıdır. Əvvəlcə niyyət etməlidir. Allahın razılığı üçün verməlidir. Vəkil fitrə zəkatını aldıqdan sonra vaxtında yoxsullara çatdırmalıdır. Əksər alimlərin fikirlərinə görə fitrə zəkatında ərzağın dəyərində pul da vermək olar. Təyin etdiyiniz vəkil mömin və etibarlı olmalıdır. Dini hökmləri bilən olmalıdır. Əks halda məkruhdur.